Leksiyalarımızı davamlaştırmaz, hörmətli vətəndaş. Bugünkü İslağa 2022 yıl 3. ayının 6. günü. Əndəki mavzumunda. Hərbi işlada pat qalqa patdı. Prezident Vladimir Putin taxtdan düşüdü. Rusiya qələbə qılandı. Rusiya-Ukrayna vuruşunun 5 xil aqibəti mavzulu xəbər. 3. ayının 6. günü Amerika avazından Xitay tili proqramı elan qılındı xəbər. Mındaq başladı. Rusiya 2. ayının 24. günü Ukrayna hücum başlap bugünkü 10 gün ötdü. Növbəti Vladimir Putin'in əskər çəkindiriş alametleri görünmeydi. Kişini əcəbləndirdiğən, azaplandırdığı vəqələ arqa-arqadan otdırğı çıxıb atıdı. Bir narisidəni yaxınla bombardıman qılğan binadan qutuldurup çıxış. Rusiya armiyasının şiddetli hücum qılışı qoşurğan deyken qorxub ketken bir nəfər ayalla öy tamlarını yaqılab mənib kelavat qallığı. Gerçi şundaq bolsunmu, Prezident Vladimir Putin Rusiya-Ukrayna şəhərlərdə bombardıman qılmaydı degen sözü de çıng turub atıdı deydi. Gərb hökumətlərinin şor xəbərləri bilim xəzinəsi mütəxəssislərin sözlərə əsaslanğanda Rusiya-Ukrayna vuruşunun bir neçə həftəlik yoki bir neçə ay içindəki aqibətləri mundaq buludu. Birinci, Rusiya armiyası pat qalqıb etib qalıdı. Ukrayna armiyası partizanski vuruşunu davamlaşdırdı. Hazırca Ukrayna armiyası Rusiya təcavüzçü armiyasına qəhrəmanlarca qarşılıq göstərdi. 2. ayının 24. günü Rusiya paraşütçülər polkunun paytaxt Kiyevini elişki uğrunuşlarını tarmar qıldı. Hem de Kharkov, Mariupol qatarlıq şəhərlərini Ukrayna armiyası tizgillab turdi. Bir xəbərdə Kharkov qoldun ketdi deydi. Bir xəbərdə mənim şundaq. Ukrayna armiyası tizgillab turib atıdı. G'arb əməldarları mundaq göstərdi. Gerçi Rusiya to'liq havo üstünlüğüne ega bez deb tasvirlasimi? Ukrayna'nın paytaxtı Kiyev'den ətrafıdaki ve başka rayonlardaki hava hücumundan müdafiə görüş sistemleri hele hem rolünü cari kıldırmakta. Rusiya armiyası intayın zor tosqulluq payda qılmakta. Nayt zor miqdarda Ukrayna askeri kısmıga Ukrayna halkı nayt zor miqdarda askeri qismlarga qatnaşdı. Rusiya askeri qismlarının kayfiyati ve arqsab mülazimati guman qo'zg'ashga başladı. G'arb dünyası istihbarat məlumatları zor miqdarda tankıga qarşı yerden qoyup berilgan raketalarının kuchi ostida öz Ukrayna armiyasi keçiringlar, balki Kiyev şəhərində hərbi pozitsiyalarda bazıları çıng turalaydı ve məlum dərəcədə hərbi işlər qatmallığı payda qılalaydı. Oxşaşlar Rusiya iqtisadi boğub taşlaydığan G'arb dünyası imborgi siyaseti Prezident Vladimir Putin'in planını özgərtişki məcburlaşı mümkün. İkinci, Prezident Vladimir Putin taxtdan düşüdü. Rusiyada urushqa qarşı hərəkət baş götürdü. Prezident Vladimir Putin davlat ishidagi o'qituvchilarga diqqat qilib o'tdi. Mustaqil matbuotlar va chet el axborot ta'minlagan xabarlarni urushga aloqador foydasiz xabarlarni bostirib, Vladimir Putin Rusiya davlat matbuotini tizginlash huquqini mustahkamladi. Gerçi şundaq bolsun, şu yerlik kişiler hukuk teşkilatları, kişilik hukuk teşkilatlarının deyişçe Peterburg, Moskva qatarlıq şəhərlərdə urushqa qarşı namoyishlar götürüldü. Kem bolğanda 6 min nəfər
namoyishchi qo'lga olindi. Rossiyada hukmronlik ikki qismda bo'linish paydo qildi. Ba'zi bosh boshliqlar va parlament yana Duma a'zolari hatto xususiy neft shirkatlari urush to'xtatishni oshkora chaqiriq qildi. Hozir mumkin bo'lmasa, lekin xalqning kuchli noroziligi ostida hatto ordu o'zgarishi orqali bo'lsa-mu, prezident Vladimir Putinning taxtdan tushadiganligini chatga qaqqilab olmaydi. Üçüncü, Rossiyanın g'alabasi qudratli Rossiya armiyasi havo kuchlarini tarmar qilish xarakterlik o't kuchi orqali Ukrainada qarshilik ko'rsatkichilar mag'lub bo'lishi mumkin. Rossiya armiyasining qurol-yarog' ustunligini nazarga olganda davomini olasizlar, hurmatli vatandoshlar.